Hamıya salam. Bu gün istəyirəm bu düsturun isbatını verim sizə. Bu düstur ilk dəfə qarşımıza 9-cu sinifdə çıxır. Ondan sonra başımıza bəla olur. Əzbərləmək bəlkə yaddan çıxa bilir, amma isbatını bildikdən sonra avtomatik beynə həkk olunmuş olur bu düstur. Başlayaq bunun isbatına. Bir ədəd hündürlük endirirəm. Hündürlüklə medianın oturacaqları arasında qalan məsafəyə K deyirəm. Bu məsafəyə A bölü 2 deməli oluruq. Bu məsafədə A bölü 2-dir. Baxın, bu məsafədə A bölü 2-dir. 2 ədəd bərabərliyi alacam buradan. Hündürlüyümüzün uzunluğuna bir h deyirəm. Nə alıram? Baxın, bu düzbucaqlı üçbucağa baxın. Burada fikir versəz, bizim üçün h-ın kvadratı nəyə bərabərdir? S-nin kvadratından K plus A bölü 2-nin kvadratını çıxdığımız zaman bizə h-ın kvadratını verəcək. Bərabərdir. C kvadratı minus K plus A bölü 2 kvadratını çıxanda h-ın kvadratını verir. Eyni zamanda h-ın kvadratı bərabərdir. Nəyə? Baxın, bu məsafə bu düzbucaqlı üçbucaq üçündə bu düzbucaqlı üçbucaqda götürsək, bu məsafə A minus 2, buradan bura qədər A minus 2-də axı, çıx K-ya bərabər olacaq. Eləmi? Deməli, onda h-ın kvadratı bərabər olacaq. B kvadratı çıxılsın K, çıxılsın A minus 2 minus K. Əla. Gətirib bu iki bərabərliyi alt-alta toplayıram. 2h-ın kvadratı bərabərdir S-nin kvadratı, üstə gəl B-nin kvadratı, çıxılsın K plus A bölü 2-nin kvadratı, çıxılsın A bölü 2, çıx K-nın mörtəzə kvadratı. İndi baxın. Mən bunların hər ikisini müxtəsər vurma düsturu ilə açsam, 2h-ın kvadratı bərabərdir S-nin kvadratı, üstə gəl B-nin kvadratı, çıxılsın. Bunu açdığım zaman K-nın kvadratı işsinin nasilindən 2 mislidir, çıxılsın 2AK, 2 yox AK, çünki bu A bölü 2-dir, çıxılsın KA, üstə gəl yox, çıxılsın A kvadratı bölü 4. Digərini də açıram. A kvadratı bölü 4 çıxılsın. İşsinin nasilinin 2 mislidir. Amma mənfi olacağı üçün, burada da mənfi var deyə, o plus olacaq. AK üstə gəl, yox, çıx K-nın kvadratı. Baxın, burada mənfi K var, burada müsbət K var. Mən bunları islah edə bilərəm. Gətirib yazaram 2h-ın kvadratı bərabərdir S-nin kvadratı, üstə gəl B-nin kvadratı, çıxılsın 1K kvadratı, 2K kvadratı, 2 ədəd K kvadratı, çıxılsın A kvadratı bölü 4, çıx A kvadratı bölü 4, yəni A kvadratı bölü 2. Sonra nəyə diqqət edirik? H-ın kvadratı, üstə gəl K-nın kvadratı bərabərdir M-in kvadratına. Burada mənfi 2K kvadratı var. Mən bu mənfi 2K kvadratına
Bərabərliyin digər tərəfinə keçirdiyim zaman nə olur? 2h kvadratı üstə gəl 2k kvadratı bərabər olur s kvadratı üstə gəl b kvadratı çıx a kvadratı böl 2. Hər tərəfi 2-yə bölərəm. H kvadratı üstə gəl k kvadratı bərabərdir. S kvadratı böl 2 üstə gəl b kvadratı böl 2 çıx a kvadratı böl 4. Baxın, h-ın kvadratı üstə gəl k-nın kvadratı bizə m-in kvadratını verirdi. Deməli, mən bu ifadəni yenə burada m kvadratı yaza bilərəm. Bu ifadədə kəsirlərin hamısında ortaq məxrəcə gətirsəm, ortaq məxrəc bunlar üçün 4 olacaq. Surətdə 2s kvadratı üstə gəl 2b kvadratı çıxılsın a kvadratı bölünsün 4 qalır. Düsturumuza baxsaq, bizim düsturumuzu almış olduq. Bu sadəcə kök altından çıxarılmış variantıdır. Gətirib bunu kökünün altından çıxardığım zaman hər tərəfi kökün altına salıram. M kvadratından kökün altında M çıxır. Bu 4də 1-in mötərizənin xaricinə çıxarıb kökün altına salsaq, oradan 2də 1 çıxır. Kökün altında da qalır 2s kvadratı, üstə gəl 2b kvadratı, çıx a kvadratı.